Mazarini daşı. Yenidən Baker Streetə gəlmək, ikinci mərtəbədə yerləşən bu səliqəsiz otaqda neçə maraqlı macəranın çıxış nöqtəsində olmaq Doktor Watson üçün sevindirici hal idi. O, divardan asılmış cədvəl və sxemlərə, kimyəvi maddələrlə dolu rəflərə, divarın küncünə qoyulmuş skripka futlyarına, içərisində nə vaxtsa qəlyan və tənbəki olan kömür vedrəsinə baxdı. Nəhayət, onun baxışları gənc, amma çox fərasətli və ağıllı qulluqçu Billinin gülümsəyən təravətli üzündə dayandı. O, böyük xəfiyyənin sirli həyatını əhatə edən kimsəsizlik və tənhalıq uçurumunun üzərindən deyəsən körpü sala bilmişdi. Burada hər şey əvvəlki kimidir. Siz özünüz də qətiyyən dəyişməmisiniz. Ümid edirəm ki, onun da haqqında bu sözləri demək olar. Billy biraz təşvişlə yataq otağının örtülü qapısına boylandı. Deyəsən o yatır, dedi. Gözəl yay günü idi. Axşam saat 7 ancaq olardı. Amma Billy'nin sözləri Watsonu təəccübləndirmədi. Çünki o öz köhnə dostunun qeyri-adi həyat tərzinə çoxdan bələd idi. Səhv etmirəmsə, bu onu göstərir ki, Holmes hansısa iş araşdırır. Doğrudurmu? Elədir, sir. O özünü tamamilə bu işə həsr edib. Mən onun sağlamlığı üçün hətta çox narahatam. O heç nə yemir və günbəgün arıqlayır. Üzünün rəngi də tamamilə solub. Miss Hudson ondan soruşub. Mr. Holmes, nə vaxt şam edəcəksiniz? O isə belə cavab verib. Birisi gün saat 8-in yarısında. Başı təhqiqata qarışdıqda onun nə hala düşdüyünü siz məndən daha yaxşı bilirsiniz. Bəli, bilirəm. O, kiminsə izinə düşüb. Dünən o iş yeri axtaran fəhlə kimi geyinmişdi. Bugün isə özünü qoca qarıya oxşatmışdı. Hətta elə bənzəyirdi ki, onun fəndlərini bilməyimə baxmayaraq, bu dəfə onu qətiyyən tanıya bilmədim. Billy gülərək divana söykənmiş çox köhnə çətiri göstərdi. Bu qoca qarının əşyalarından biridir. Billy, bəs bu dəfə o hansı iş araşdırır? Billy səsini alçaltdı. Söhbət sanki böyük dövlət sirrindən gedirdi. Sizə deyərəm, sir, amma sizdən başqa bunu heç kim bilməməlidir. Söhbət brilyant qaşlı tacdan gedir. Qiyməti 100 funt olan qiymətli daşın oğurlanmasını deyirsiniz? Bəli, sir. Onlar nəyin bahasına olursa olsun bu daşı axtarıb tapmalıdırlar. Baş nazir və Daxili İşlər naziri bizə gəlib, bax bu divanda əyləşmişdilər. Mr. Holmes onları çox nəzakətlə qəbul etdi. Söz verdi ki, əlindən gələn kömək edəcək. Sonra isə Lord Cantilmir. Necə? Bəli, sir, bunun nə demək olduğunu siz bilirsiniz. O, belə demək mümkünsə, çox zəhlə tökən adamdır. Baş nazir və Daxili İşlər naziri isə çox səmimi və nəzakətli insanlar idi. Onlar haqqında pis fikir deyə bilmərəm, amma Lord çox dözülməz biridir. Mr. Holmes'un da ondan zəhləsi gedir. Məsələ bundadır ki, o Mr. Holmes'a inanmır və işin ona tapşırılmasının əleyhinədir. Mənə elə gəlir ki, əgər Mr. Holmes bu işin öhdəsindən gələ bilməsə, Lord hətta sevinəcək. Mr. Holmes bunu bilir. Elə bir hal olmayıb ki, Mr. Holmes'un nədənsə xəbəri olmasın. Yaxşı, mən əminəm ki, o məsələni həll edəcək və Lord Cantilmir çox pərt olacaq. Bura baxın, Billy. O pərdəni pəncərəyə nə üçün asmısınız? Pərdəni 3 gün bundan əvvəl Mr. Holmes asıb. Bu sizi çox maraqlandıracaq, deyə Billy yaxınlaşıb pəncərəyə yaxın yerdən otağı 2 hissəyə ayıran pərdəni kənara çəkdi. Doktor Watson təəccübdən bir ixtiyar qışqırdı. Onun qarşısında kürsüdə köhnə dostuna bənzəyən bir müqavva oturmuşdu. Heykələ Holmes'un xalatı və başqa paltarları geyindirilmişdi. Onun üzü pəncərəyə tərəf idi. Sanki kitab oxuyurmuş kimi aşağı baxırdı. Billy müqavvanın başını gövdədən ayırıb əlində tutdu. Bunun canlı insana oxşaması üçün onu kürsüyə müxtəlif cür yerləşdiririk. Əgər pəncərədəki pərdələr olmasaydı, əlbəttə mən ona toxunmağa cəsarət etməzdim. Pərdələr açıq qaldıqda heykəl küçənin o biri tərəfindən görünür. Bir dəfə buna oxşar bir şey görmüşdüm.
O vaxt mən hələ burada yaşamırdım, Billy dedi. O pərdəni çəkib küçəyə baxdı. Bizi o evdə müşahidə edirlər. Odur, pəncərədə adam var. Baxmaq istəyirsinizmi? Watson irəli addımladı. Amma bu zaman yataq otağının qapısı açıldı və Holmesun arıq, uzun cüssəsi göründü. Onun sifəti solmuş və arıqlamışdı. Amma həmişəki kimi gümrah görünürdü. O bir tullanışla pəncərənin yanına gəlib pərdələri çəkdi. Bəsdir, Billy, o dedi. Siz həyatınızı təhlükəyə atırsınız. Amma məhz elə bu saat mənə çox lazımsınız. Watson, sizi köhnə mənzilinizdə görməyimə çox şadam. Siz ən çətin məqamda gəlmisiniz. Bunu hiss edirəm. Gedə bilərsiniz, Billy. Bilmirəm bu oğlanla necə rəftar edim. Onu təhlükəyə atmağa haqqım varmı? Hansı təhlükə, Holmes? Qəfil ölüm təhlükəsi. Bu axşam nəsə baş versə, qətiyyən təəccüblənmərəm. Axı nə baş verə bilər? Məsələn, məni öldürə bilərlər. Ola bilməz, Holmes. Siz zarafat edirsiniz. Hətta mənim kimi yumor hissinə malik olmayan bir adam bundan daha yaxşı zarafat düşünə bilər. Amma hələlik həyatdan zövq ala bilərik, elə deyilmi? Spirtli içkilərin sizə zərəri yoxdur ki. Sifon və siqar əvvəlki yerindədir. Yəqin mənim təmbəkim və qəlyanıma hələ nifrət etmirsiniz. Bu günlərdə onlar mənim üçün yeməyi əvəz edəcəklər. Axı yeməkdən nə üçün imtina edirsiniz? Çünki azlıq zehni qabiliyyəti gücləndirir. Watson, əzizim, siz bir həkim kimi razılaşmalısınız ki, həzm zamanı beyin mədənin işləməsi üçün lazım olan qədər qan itirir. Mən bu saat təkcə beyindən ibarətəm. Qalan şeylər buna yalnız əlavələrdir. Ona görə də hər şeydən əvvəl beynimlə hesablaşmalıyam. Axı siz hansı təhlükədən danışırsınız, Holmes? Hə, elədir. Hər halda öz yaddaşınızı qatilin adı və ünvanı ilə yükləmək sizə mane olmaz. Sizə verəcəyim məlumatları Holmesun son salamı kimi Scotland Yard'a çatdıra bilərsiniz. Onun adı Silvius'dur. Knyaz Negrete Silvius. Dediklərimi mütləq qeyd edin. Moorside Gardens 136. North West. Yazdınızmı? Watson'un simasında gərginlik yarandı və onun səmimi üzü əsəbdən titrədi. Ona yaxşı məlum idi ki, dostu Holmes heç bir təhlükə qarşısında geri çəkilən deyil və təhlükəni şişirtmək əvəzinə əksinə ona əhəmiyyət verməməyə meyillidir. Watson boş yerə vaxt itirməyə alışmamışdı. Buna görə də qətiyyətlə ayağa qalxdı. Mənim köməyimə arxayın ola bilərsiniz, Holmes. Yaxın günlərdə tamamilə sərbəstəm. Watson, əxlaqi nöqteyi nəzərdən siz yaxşılığa doğru qətiyyən dəyişməmisiniz. Köhnə qüsurlarınıza daha biri əlavə olunub. Yalan danışmağı öyrənmisiniz. Sizin bütün görkəminizdən bəlli olur ki, işiniz çoxdur. Xəstələriniz sizi daima narahat edir. Xəstələrimin vəziyyəti yaxşıdır. Yaxşı, bəs siz bu adamı həbs edə bilməzsiniz? Əlbəttə həbs edə bilərəm, Watson. Elə buna görə də o təşviş içindədir. Yaxşı, onda bəs məsələ nədir? Məsələ budur ki, mən brilyantın harada olduğunu bilmirəm. Hə, Billy bayaq mənə dedi. Tacın üstündə olan brilyant. Elədir. Sarı rəngli böyük mazarini daşı. Tor qurmuşam. Balıq bu tora düşüb. Amma qiymətli daşı hələ tapmamışam. Onu tapmadan oğurları həbs etməyin nə faydası olacaq? Onların hamısı həbsə düşsə, əlbəttə dünyamız yaxşı olar. Amma mənim məqsədim başqadır. Mənə qiymətli daş lazımdır. Deməli, Knyaz Silvius tora düşən balıqlardan biridir. Bəli, özü də yırtıcı akuladır. O biri oğru Sam Merton boksçudur. Sam pis oğlan deyil. Amma Knyaz ondan öz məqsədləri üçün istifadə edir. O akula deyil. Axmaq və yekəbaş çay balığıdır. Amma fərqi yoxdur. O da mənim toruma düşüb. Bəs bu Knyaz Silvius hardadır? Mən bugün bütün səhəri onun burnunun dibində keçirtdim. Siz məni artıq yaşlı qadın rolunda görmüsünüz. Bu dəfə bu rolu lap yaxşı oynadım. Knyaz hətta çətirimi götürüb, xanım, icazə verin mən aparım, dedi.
Onun yarısı İtalyandır. Əgər kefi kökdürsə, əsl cənublu kimi nəzakətli olmağı bacarır. Amma dilxordursa, əsl iblisə çevrilir. Görürsünüz, Watson, həyatda çox maraqlı şeylər olur. Amma bu faciə ilə qurtara bilərdi. Mübahisə etmirəm. Mən onun ardınca qoca Straubenzen Minorisdə yerləşən emalatxanasına qədər getdim. Emalatxanada onun üçün pnevmatik tüfəng hazırlayırdılar. Əla silahdır. Əgər səhv etmirəmsə, indi bu tüfəng qarşıdakı binanın pəncərəsindədir. Müqavvanı gördünüz? Hə, Billy sizə göstərib. Bu gözəl başa istənilən an güllə deyə bilər. Nə olub, Billy? Billy əlində vizit kartla içəri girdi. Holmes karta baxdı. Onun qaşları çatıldı. Dodaqlarında istehzalı təbəssüm göründü. O özü bura təşrif buyurmağa qərar alıb. Bunu gözləmirdim. İşə ciddi yanaşmaq lazımdır, Watson. Bu adam hər şeyə qadirdir. Siz yəqin eşitmişsiniz ki, Knyaz iri heyvanları ovlamaqda ad qazanıb. Əgər bu ovçu öz heybəsinə məni də ata bilsə, bu onun karyerasının möhtəşəm finalı olacaq. Əlbəttə o hiss edir ki, mən onun izinə düşmüşəm. Adam göndərin, polisə xəbər versin. Güman ki, belə də edəcəyəm, amma indi yox. Watson, pəncərədən yaxşı baxın. Görün, küçədə bir adam yoxdur ki. Watson ehtiyatla pərdəni aralayıb baxdı. Qapının yanında yekəpər bir adam dayanıb. Bu Sam Mertondur. Sadiq, amma çox da ağıllı olmayan Sam. Billy, bəs bu centilmen hardadır? Qəbul otağında, ser. Mən zəng edəndə onu içəri buraxın. Baş üstə, ser. Əgər otaqda olmasam da fərqi yoxdur. Buraxın gəlsin. Baş üstə, ser. Watson qapının örtülməsini gözlədi. Sonra həyəcanla öz həmsöhbətinə dedi. Qulaq asın, Holmes. Bu sadəcə mümkün deyil. O təhlükəli adamdır. Heç nədən çəkinən deyil. Bəlkə o sizi öldürmək üçün bura gəlib. Eybi yoxdur. Mən qətiyyən təəccüblənmirəm. Onda mən sizinlə qalıram. Sizin burada olmağınız maneçilik də öyrədə bilər. Ona? Yox, əzizim, mənə. Amma sizi tək qoya bilmərəm. Yox, Watson. Bunu etmək sizin borcunuzdur. Siz hələ heç vaxt oyundan çıxmamısınız. Əminəm ki, bu dəfə də öz rolunuzu axıra qədər oynayacaqsınız. Bu adam öz məqsədləri üçün bura gəlib. Amma bəlkə də mənim məqsədlərim üçün burada qalacaq. Holmes qeyd dəftərçəsini çıxarıb bir neçə sətir yazdı. Scotland Yard'a gedin və bu kağızı cinayət axtarış şöbəsində Yugelə verin. Polislərlə birlikdə geri qayıdın. Bəlkə o zaman Knyazı həbs etmək mümkün olacaq. Mən həvəslə sizə kömək edərəm. Ümid edirəm ki, siz qaydana qədər qiymətli daşın yerini öyrənə biləcəyəm. Holmes zəngi çaldı. Yaxşı olar ki, yataq otağından çıxaq. İkinci çıxışın olması çox rahatdır. Mən öz Akullama elə baxmaq istəyirəm ki, o məni görməsin. Siz bilirsiniz, belə hallar üçün həmişə bir şey fikirləşirəm. Beləcə, Billy bir dəqiqədən sonra Silviusu içəri buraxdıqda otaqda heç kim yox idi. Ədəbaz idmançı və məşhur atıcı yekəpər qarayanız bir kişi idi. Lopa qara bığları sərt və nazik dodaqlarının üstünə düşürdü. Qartal dimdiyi kimi uzun və əyri burnu vardı. Yaxşı geyinmişdi. Amma parlaq qalsuku, bərk vuran sancağı və üzüyü həddən artıq gözə çarpırdı. Qapı onun arxasınca örtülən kimi o qəzəblə eyni zamanda qorxaraq ətrafa göz gəzdirdi. Sanki hər addımda tələyə düşəcəyini gözləyirdi. Birdən pəncərənin yanındakı kürsüdə aşağı əyilmiş başı və xalatın yaxalığını görüb diksindi. Əvvəlcə onun üzündə yalnız heyrət ifadəsi vardı. Sonra Billy'nin qara gözləri sevinclə parıldadı. Onu heç kimin izləmədiyinə əmin olmaq üçün bir də dönüb yan yörəsinə baxdı. Sonra ağır dəyənəyini qaldıraraq ayaqlarının ucunda Holmesun heykəlinə tərəf yaxınlaşdı. O, tullanıb zərbə indirmək üçün əyilmişdi ki, birdən yataq otağının qapısı açıldı və Holmesun sakit, istehzalı səsi eşidildi. Ehtiyatlı olun, Knyaz, yoxsa onu sındırarsınız. Qatil geri çəkildi. Onun əyilmiş sifəti heyrət içində idi. Təəccübdən gözləri bərəlmişdi. Qəzəbli ovçu hirsini bu dəfə müqavvadan deyil,
Holmesun özündən çıxmaq üçün yenə dəyənəyini yuxarı qaldırdı. Amma Holmesun istehsalı təbəssümü və boz gözlərinin sərt ifadəsi qatili dəyənəyi aşağı salmağa məcbur etdi. Gözəl əşyadır. Fransız heykəltaraşı Tavernier'in işidir. Sizin dostunuz Straubenzenin əla pnevmatik tüfənglər düzəltdiyi kimi, o da mumdan heykəl yonmağı məharətlə bacarır. Pnevmatik tüfəng? Nə demək istədiyinizi anlamıram, ser. Dəyənəyi və şlyapanızı masanın üstünə qoyun. Bax belə, təşəkkür edirəm və xahiş edirəm əyləşin. Bəlkə tapancanızı da çıxardasınız. Yoxsa altınızda qalacaq. Amma belə istəyirsinizsə, etirazım yoxdur. Lap vaxtında gəlmişsiniz. Sizinlə danışmaq istəyirdim. Knyaz öz qalın qaşlarını hədələyici şəkildə qaldırdı. Mənim də sizə bir-iki kəlmə sözüm var, Holmes. Elə buna görə gəldim. İnkar etmirəm. İndicə sizin başınızı dağıtmaq istəyirdim. Holmes masanın kənarında oturdu. Mən sizin bu fikrə düşəcəyinizi bilirdim. Maraqlıdır. Mənə nə üçün belə diqqət yetirirsiniz? Ona görə ki, siz həddinizi aşmısınız. Bu mənim əsəblərimə təsir edir. Çünki öz əlaltılarınızı məni güdməyə göndərirsiniz. Mən heç kimi göndərməmişəm. Doğru sözümdür. Axmaq-axmaq danışmayın. Məni güddüklərini özüm görmüşəm. Amma hələ baxarıq. Kim kimi üstələyəcək, Holmes? Əlbəttə, Knyaz Silvius. Bu xırda şeydir. Amma sizdən xahiş edirəm ki, mənə müraciət etdikdə nəzakət qaydalarına riayət edəsiniz. Siz başa düşürsünüz ki, mən öz fəaliyyətimdən dolayı cinayətkarların əksəriyyətinə sən deyə müraciət etməli olmuşam. Razılaşın ki, başqa cinayətkarları şirinlikləndirməmək üçün heç kimi ayıra bilmərəm. Yaxşı, qoy Mr. Holmes olsun. Çox gözəl, amma sizi əmin edirəm ki, casuslardan istifadə etdiyimi deməklə səhvə yol verirsiniz. Knyaz Silvius kinayə ilə güldü. Elə fikirləşməyin ki, mən axmağam və heç nə görmürəm. Dünən kasıb libasında bir idmançı göndərmişdiniz. Bugün isə qoca qarı. Onlar məni bir dəqiqə də olsun gözdən qoymadılar. Sir, siz məni göylərə qaldırırsınız. Qoca Baron Dawson dar ağacına göndərilməzdən bir gün əvvəl demişdi ki, ədalət məhkəməsi mənim şəxsimdə nə qədər qazanıbsa, teatrda bir o qədər itirib. Bugün isə siz məni kiçik rollarıma görə tərifləyirsiniz. Demək bu siz idiniz? Holmes çiyinlərini çəkdi. Baxın, heç nədən şübhələnmədən mənə nəzakətlə verdiyiniz həmin çətiri küncə söykəmişəm. Əgər bilsəydim ki, siz bir də heç zaman, demək istəyirsiniz ki, mən bir də heç zaman bu sadə mənzilimi görməyəcəkdim? Bunu yaxşı başa düşürəm. Hamımız sonradan peşman olmağımıza gətirib çıxaran səhvlər buraxa bilərik. Amma hər necə olsa da siz məni tanımadınız. Və budur, indi sizin qarşınızda əyləşmişəm. Silvius'un qaşları yenə düyünləndi. Gözləri qəzəblə parıldadı. Bu daha pis. Demək mənim dalımca düşən və işlərimə burnunu soxan casuslarınız deyil, özünüzsünüz. Məni təqib etdiyinizi özünüz etiraf edirsiniz. Nə üçün? Bəsdirin, Knyaz. Siz axı bir vaxtlar Əlcəzairdə şir ovlamısınız. Nə olsun? İcazə verin sizdən soruşum. Şirləri nə üçün ovlayırdınız? Nə üçün? İdman xatirinə, təhlükənin doğurduğu kəskin hissləri yaşamaq üçün, öyrənmək üçün. Bundan əlavə ölkəni yırtıcı heyvanlardan təmizləmək istəyirdiniz. Elədir. İndi mənim məqsədimi anladınızmı? Knyaz ayağa qalxdı. Onun əli bir ixtiyar arxa cibinə uzandı. Əyləşin, Knyaz, əyləşin. Bundan əlavə mənim başqa daha konkret məqsədim var. Mənə sarı brilyant lazımdır. Knyaz Silvius acıqlı-acıqlı gülümsəyərək yenə stulda əyləşdi. Deməli belə, o dedi. Sizi buna görə izlədiyimi yaxşı bilirdiniz. Və bugün buraya ona görə gəlmisiniz ki, mənim bu barədə nə qədər bildiyimi və məni aradan götürməyin zəruri olub olmadığını aydınlaşdırasınız. Mənə inana bilərsiniz. Bu sizin üçün çox vacibdir. Bir fakt istisna olmaqla hər şeyi bilirəm. Bu faktı da sizdən öyrənmək istəyirəm. Doğrudan maraqlıdır. Sizin bilmədiyiniz o fakt nədir? Brilyant indi haradadır?
Knyaz hiyləgər baxışlarla həmsöhbətini süzdü. Elə bu, lənət şeytana. Bunu sizə necə deyə bilərəm? Bəlkə deyəcəksiniz. Siz elə fikirləşirsiniz. Knyaz Silvius, siz məni qorxuda bilməzsiniz. Holmesun Silviusa dikilmiş gözləri qıyıldı və polad bıçaq kimi təhdidlə parıldadı. Sizin iç üzünüzü də görürəm. Elə bil şüşədənsiniz. Onda brilyantın harada olduğunu da görərsiniz. Holmes sevinclə əlini əlinə çırpdı. Sonra barmağını işarə ilə qaldırdı. Demək, siz onun harada olduğunu bilirsiniz. Özünüz bunu etiraf etdiniz. Mən heç bir şey etiraf etmədim. Qulaq asın, Knyaz. Əgər ağıllı olsanız, sövdələşə bilərik. Yoxsa vəziyyətiniz pis olacaq. Knyaz Silvius gözlərini tavana zillədi. Kim kimi qorxudur? Siz məni, yoxsa mən sizi? Holmes sanki həlledici gediş etməyə hazırlaşan Grossmeister kimi fikirli-fikirli ona baxdı. Sonra masanın siyirməsini çəkib oradan qalın bir bloknot çıxartdı. Birinci hissənin sonu.